Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, bir həftədir video çəkmirəm. Ona görə ki, dəfələrlə demişəm bunu videolarında, yenə deyirəm. Bəziləri kanalıma abunə olurlar, sonra peşman olub geri çıxırlar. Nə də YouTube studiya onu göstərmir ki, adını kimdir, nədir. Heç olmasa maraqlanam, eləcə adını biləm ki, görüm kimdir bu. Nə də o qədər də maraqlı deyil əslində, ona görə də bəlkə də axtarsam taparam da, amma məşğul olmaq istəmirəm. Videolarıma da çox az baxış gəlir, ona görə də biraz aram çəkirəm videoları, çox elə tez-tez video istəmirəm. Nə də mənim kanalım tam Temuya bağlı olan kanaldır. Yəni, axır vaxtlar Temudan gələn sifarişlər, hədiyyələrlə bağlı videolar çəkirəm, amma əslində elə deyil. Yəni, hər cürə video da çəkib paylaşa bilirim günlük gördüyümüz işlərdən. Temu demişkən, yenə Temudan sifarişim var. Hədiyyəli sifarişlərim var yenə. Bu 2 dənə hədiyyə nətər sifariş edirəm, indi onu göstəreyim ki, sizə Temudan nətər 60-70'lik məhsul alanda 2 dənə hədiyyə yanında göndərirlər. Onu nətər eləmək lazımdır, onu indi göstərmək istəyirəm. Temu proqramını açırıq. Burada ən aşağıda, məndə aşağıda da profil yazısı var, adam şəkli olan, oraya giririk. Yuxarıda Vaki zakazı, bir də сообщение yazılır. İndi sizdə fərqli dil ola bilər, məndə rus dilindədir. Aksiya yazılıb ən yuxarıda. Baxın, aksiyalarda belə bir şeylər gəlir. Подарок 2 бесплатных товаров. Получите 2 подарок. Берите 2 подарка и получите 0. Sonra подарок бесплатных товаров. Отправка подтверждения. Yəni bunların hamısında mən əsas bu at şəklinin olanını seçirdim əvvəllər. Ondan sonra bunlar da gəldilər. Nəysə, yenə at şəklindən başlayaq, görək bizə nə verir. Baxın dostlar, belə bir şey gəldi. 3 dənə kart bunları qarşılayır. Bunların içindən 100% olanı tapmalıyıq. Məsələn, sol tərəfdəkidir. 100% çıxdı. Çox vaxt sol tərəfdəki olur. 2 dənə hədiyyə seçməliyik. Nə seçməliyəm mən buradan? Bu arada bu svark aparatı da yanındakı nəftil topudur. Nə seçə bilərik biz buradan? Məsələn, bu septiliyəni seçək. 5 nöqtəli nə deməkdir? Bu 3 nöqtə. 5 dənə yəliyəni var, burada 3 dənə yəliyəni var. Mən 5 olanı seçeyim, neysə. Bu birinci hədiyyəmiz. Kəsim motorunun sepintiliyən. İndi ikinciyə baxırıq. İkinci hədiyyəmiz nə olsun? İkinci hədiyyə olaraq da məsələn bu kartı götürək. 4 GB.
renk ve sini dursun da mavi renk. Bu da bizim ikinci hediyemiz. Burada adresimizi təsdiqləyirik. İndi bu fırlanacaq. Özü fırlayıb, özü də gətirib güzdə stop elədiyik. Baxın. 100%. Оформить заказ minimum 60 lari. Yəni ən az 60 larilik buradan nəsə sifariş eləməliyik. Bunların birindən ən azından 60 larilik bir şey seçirik. Onda bizə bayaq seçdiyimiz o flash kartla sepiyələyən pulsuz gəlir. Belə oldu dostlar, bu da bizim pulsuz hədiyyə sifarişimiz, daha doğrusu pulsuz yox, hədiyyə sifarişimiz. Temudan bu formada hədiyyə sifariş eləyə bilirik. Dostlar, bu arada keçən videomda biri yazıb ki, yaxa mikrofonu yaxşı işləmir. Mikrofon yaxşı işləyir, özüm alçaqdan danışıram. Ona görə ki, mən video çəkəndə mütləq bir mərdim azar çıxmalıdır da bölməyə. Ya biri zəng eləməlidir, ya biri yazmalıdır. Ya biri yanıma gəlib nəsə danışmalıdır. Ona görə fürsətdən istifadə edib fikrimcə videomu çəkirəm indi. Birazdan yenə gələcəklər. Hələ biri yazdı indi arada. Yanvarın 29-unda mənim Temudan sifarişim var idi, hədiyyəli. Onun biri gec gəlməlidir, pul ödədiyim. Yəni stol sofrası sifariş eləmişdim, yanında hədiyyə gəlmişdi. Hədiyyələr özündən qabağa gəldi. Amma stol sofrası gəldi fevralın 28-i idi mi nə idi? Yəni hardasa bir ay çəkdi də o. Başdan da yazmışdılar ki, bu yol maşınıyla gəlməlidir, samalyotla gəlmir. Temuda da elə şey var imiş ki, bəzi şeylər samalyotla gəlir, bəzi şeylər yolla gəlir. Yəni hədiyyəli sifarişim var dostlar. 2 dənə hədiyyə gəlir, amma super hədiyyə gəlir. O hədiyyələri almaqdan ötürü mən o aşağıda bayaq göstərdim, videonun əvvəlində var. 60 larilik ən az bazarlıq eləməliydim. Bəzi hədiyyələrdə 60 olur, 70, 80, bəzilərində 100 larilik məcbur alver eləməliyim. Onda da 100 larilik alver eləmişdim, onda 2 dənə yaxşı hədiyyə göndərir. Da bayaqki kimi zəif, belə 5 manatlıq, 3 manatlıq hədiyyələr yox, yaxşı hədiyyə göndərir. İndi o hədiyyələrim də gəlsin, görək nədirlər. Görək nədirlərdən də özüm seçmişəm. Sadəcə gələn videomuza sürpriz olsun deyin, demirəm. Belə dostlar, bugünkü videomuz uzun da olsa, kısa da olsa bu qədər oldu. Siz nə qədər kanalımı bəyənməsəniz, nə qədər abunə olmasanız, daha doğrusu videolarıma baxıb bəyənməsəniz də mən hələ ki çəkərəm də görək havağa kimi.